Deməli uşaqlar, bugün uyğunluq gözlənilmişdir. 31-ci suala baxırıq. Deyir bizə ki, ABŞ-da İstiqlaliyyət müharibəsinin taleyini həll etdi Saratoga döyüşü. Xeyr, Yorktown döyüşü idi. Saratoga 1777-dir, Yorktown 1781-dir. Saratoga döyüşü ilə sadəcə ABŞ üstünlük qazanıb, Yorktowndan sonra isə təslim olub. Bu səhvdir. Şimal İttifaqı təşkil edilmişdi Osmanlı dövlətinə qarşı yox, İsveçə qarşı. Bu da səhvdir. ABŞ-ın ilk prezidenti Thomas Jefferson yox, demək George Washingtondur. Bu da yanlışdır. Stuartlar sülaləsinin hakimiyyəti dövründə əsası qoyulmuşdu Anglikan kilsəsinin. Bu da yanlışdır. Çünki Anglikan kilsəsi Tudorların dövründə yaranıb 8-ci Henrixlə. Kazan və Həştərxan xanlıqları işğal etmişdi. Moskva knyazı 4-cü İvan. Doğru cavabımız Y variantı. 32. Əmir Teymurun Azərbaycan ilk yürüşünün başlaması 1385-86. Şah İsmailin Xorasanı ələ keçirməsi 1510. Şəmərsi döyüşü 1484. Əbhər sazişinin imzalanması demək 1500. Trabzon Osmanlılar tərəfindən tutulması 1461. Burada 2 ilə 5-in yerini dəyişəcəyik. 2-ni gətirib qoyacaq 5-in yerinə, 5-də qoyacaq 2-in yerinə. 1846-cı ildə yeni inzibati bölgü barədə fərmana görə Gürcüstan, İmereti və Xəzər vilayəti ləğv edildi. 40-da yaranmışdı, 46-da ləğv olundu. Yerində yarandı Tiflis, Kutays, Dərbənd, Şamaxı. Bakıda məhdud formalı şəhər islahatı 1878-dir. Əyalət dairə distansiyanın bölgüsü 1828-dir Türkmən çayından sonra. Naxçıvan və İrəvandan ibarət erməni vilayəti 1828-dir, 40-da ləğv olunub. Şamaxı quberniyasının mərkəzi Bakıya köçürüldü. Şamaxıda zəlzələ oldu. 1859-da paytaxt köçürüldü. Daha doğrusu mərkəz köçürüldü Bakıya. Yəni uyğun cavabımız D variantı. Roma Respublikasının ilk dövrlərində demokratiyanın inkişafına mane olan amillərdəndir. Xalq tribunlarının senatın göstərişlərini ləğv etmək hüququna sahib olmaları, xalq tribunu senatın göstərişlərini ləğv etmək hüququna sahib olmaları bu inkişafa mane olmaz. Torpaqdan kolonlara icarə, kolon söhbəti imperiya dövründədir. Plebeylər orduda xidmət göstərmələri bu inkişafa xeyir olar. Ölkənin və qərb və şərq hissələrə bölünməsi bu da imperiya dövrüdür. Vəzifələrə yalnız patrislərin seçilə bilməsi ilk dövrlərdə bu zəif tərəfi idi. Ona görə də müharibəyə səbəb oldu. Y variantı. 35. 10-cu əsrin ikinci 10 ilində xilafət qoşunlarının Azərbaycana hücum etməklə məqsədi sac müstəqil siyasət yürütüb xəracı dayandırmışdı. Ona görə 912-ci ildə cavab D variantı. Sonra 36. Göstərilənlərin aid olduğu ərazini müəyyən edin. Qaçaq Nəbirin başçılığı ilə qaçaqçılıq hərəkatı idi. Tiflisdə AXC və Ermənistan tərəfi öz qoşunlarını bölgədən çıxarmaq 1921-ci ilin yayında bir hissəsi Sovetləşmiş Ermənistana verilmişdi. Söhbət yuxarı Zəngəzurdan gedir. Zəngəzur da 4-dədir. D variantı. 37. İngiltərənin tarixi ilə bağlı hadisələrin məntiqi ardıcıllığını tamamlayın. Uzunmüddətli parlament ləğv olundu 1653-cü ildə. Oliver Cromwell Lord Protector seçildi. Şanlı inqilab 1688-dədir. Biz 1653-dən danışırıq. Hərbi diktatura rejimi quruldu. Bəli, Cromwell hərbi diktator idi. Stuartların hakimiyyətinin başa çatması 1688-dir. Katolik təriqətinin yayılmağa başlaması ümumiyyətlə bu dəxlisizdir. Vətəndaş müharibəsində kral tərəfdarlarının qələbə qazanması, Vətəndaş müharibəsi də 1642-46-cı illər idi. Cavabımız baba, B variantı. 38. Səbəb nəticə doğru. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması, Qaraqoyunlu dövlətinin süquta uğraması, Qaraqoyunlu Ağqoyunlar süqut etdirib, yanlışdır. Qızılbaşların Çaldıran döyüşünə məğlub olması, Şeyx Heydərin öldürməsi, Çaldıran İsmailin dövründədir, yanlışdır. 1-2-lər getdi. Uzun Həsən Osmanlı əleyhinə Venesil hərbi ittifaqa daxil oldu. Ağqoyunlu qoşunları Otluqbeldə yox, Beyşəhirdə məğlub oldu. 3 də yanlışdır. Şəki hakimliyinin müstəqilliyinə son qoyulması Azərbaycan vahid halda birləşdi. Bəli. Şirvanşahlar dövlətində əhalinin üsyana qalxması, Kəsranilər sülaləsinin hakimiyyətinin başa çatması, bu da yanlışdır. Deməli,
Şirvanşahlar dövlətində əhali, Hüşəngin öldürülməsi. Kəsranlər sülaləsinin hakimiyyəti başa çatdı. Doğrudur. Cavabımız 4-5. 39. Daha əvvəl. Zaqafqaziya Sovet Federalist Respublikası ZSFSR deməkdir. Bunun ləğvi 1936-dır. Azərbaycan SSR-nin ilk konstitusiyası 21-dir. Pişəvərinin başçılığı ilə milli hökumət 1945-in dekabrıdır. Şərur Dərəliyəz erməni Daşnaq hökumətinə verilməsi 20-nin yayıdır. Mircəfər Baxırov da 1933-də rəhbər seçilib. Bunlara uyğun cavabımız D variantı. Müasir xəritədə A və B ilə işarələnmiş dövlətlərin 16-cı əsr tarixinə aid xüsusiyyətlərini Venn diaqramına çıxardaq. A. İngiltərədir, B də Almaniyadır. Müasir xəritədə bunları Venn diaqramına çıxaraq. Deməli, 16-cı əsr deyir mənə. Tidorlar sülaləsi tərəfindən idarə olunması Tidorlar 1485-dən 1603-ə qədərdir. Söhbət İngiltərədən gedir. 1-ə yazaram A-nı. Reformasiya hərəkatının baş verməsi 16-cı əsr. Hər ikisinə yazaram. Anglikan kilsəsi yarandı. Orada da reformasiya zaten mövcud idi Almaniyada. 30 illik müharibədə iştirak etmək ikisinə də yazaram. 3-ə C-ni də yazaram. Hələ ki. Augsburg sülhünün imzalanmasını yazaram Almaniyaya. Feodal dağınıqlığı olması da yazaram Almaniyaya. Deməli, burada 2-yə yazdım D-nə yeni Augsburgla feodal dağınıqlığını. 1-ə yazdım A-nı. 3-ə də yazdım B-ni. 30 illik müharibədə iştirak edilməsi hər ikisi var, amma 16-cı əsr deyildi, 17-ci əsrdir. Ona görə C-ni götürmürəm. Uyğun cavabım Y variantı. 41. Göstərilənlər səbəbidir. Xəzərdə baş verən tufan nəticəsində Rus gəmilərinin əksəriyyəti dənizdə batdı. İsveçin Rusiyaya yenidən müharibə elan etməsi, Osmanlının gəlişi, Pyotr elə bir ki, Azərbaycanda işğalını dayandırıb geri qayıtdı. Söhbət B bəndi idi. 42. Cənubi Azərbaycana Milli Demokratik Hərəkat Xiyabani tərəfi Azərbaycan adını Azərbaycanla əvəz elədi. Olar. Təbriz Universiteti bu pişəvəriyə aiddir. Möhtəkirlik və aclıqla mübarizə məqsədi ilə qurumlar yaradılıb. Bəli, aclığa qarşı xüsusi komissiya yaradıb. 1-ə 7 acı. Pişəvəri. Pişəvəri qacarlara qarşı deyil, Pəhləvilərə qarşıdır. A-nı silirəm. P-dadır. 1848 Babilərdən başlamış, Pişəvəriyə qədər hamısı qacarlara qarşıdır. Bir dənə Pişəvəri Pəhləvilərə qarşıdır. Özü Pişəvərinin yaratdığı dövlət 21 Azər hərəkatı adlanır. Milli hökumətin yaradılması. Bəli, Pişəvərinin dövründə milli hökumət var 45-in dekabrı. Torpaqsız kəndlərin torpaqla təmin edilməsi bu da əslində mövcuddur. Elə BC-dir də cavab A deyil. A elə ki, Pişəvəri Pəhləvilərə qarşıdır. Torpaqsız kəndləri torpaq təmin etmək, bu da Pişəvərinin 4 dənə islahatı var. Aqrar qanun, təhsil qanunu, dil haqqında qanun, bir də əmək qanunu. Baş hərflərini yığanda adət alınırdı. Bu aqrar qanuna görə kəndlilərə pulsuz torpaq payladı. Uyğun cavabımız A variantı. Osmanlı sultanları üçün ortaq cəhət. Süleyman Əhməd Mahmud. Yəqin ki, nəsə Avropa sayağı, Balkan yarımadasında bir sıra ərazilərin ələ keçirilməsi, Osmanlı dövlətində geriləmə dövrünün hökm sürməsi, Süleymanda geriləmə yoxdur. Amma Balkanlardan Süleyman ərazi tutub 3-cü Əhməd itirən tərəfdir. Nabarod A-nı da götürmərəm. Avstriyaya qarşı mübarizə. Bəli, Avstriya bu Osmanlının böyük bir bəlasıdır. C təxmin eləyək. Məmlüklərlə dost olan 2-ci Bəyazitdə Rus qoşunları üstündə qələbə qazananda yəqin ki 3-cü Əhmədi deyir. Prut Mahmud da ola bilər 1806-12-də. Amma Süleyman Rus görməyib. Uyğun cavabımız C variantı. Tezliklə gənc Səfəvi şeyxinin döyüşçülərinin sayı 7000-ə çatdı. 1500-cü ildə Gülüstan qalası yaxınlığında cavanı döyüşü oldu. Fərrux Yasar öldü. Şirvan şahı özü də döyüşdə həlak oldu. Aha. Haqqında bəhs edilən yürüşdən fərqli olaraq Şah Təhmasibin Şirvana yürüşü nəticəsində. Bu İsmailin yürüşüdür, cavanı döyüşü. Təhmasib gedəndə süqut etdirib onu. Paytaxt Şamaxı şəhəri Qızılbaşlar tərəfindən talan olundu. Bu məncə hər ikisində var. Dərbəndlərin hakimiyyətinə son qoydu. Bəli, Təhmasib son qoydu. Şirvanşahlar qəti olaraq Səfəviyə birləşdi. Bəli. Səfəvi hökmdarı qardaşı Əlqas Mirzənin Şirvan şahı yox, Şirvan bəylərbəyi təyin olundu. Ona görə uyğun cavabımız 2-3. Boyalı qablar mədəniyyəti orta tuncdur. Əhali oturaq həyata keçib neolitdə.
Qəbilənin həyatında qadın mühüm rol oynaması üst paleolitdən erkən tunca. İnsanlar saxsı qab hazırlayıb neolitdə. Sənətkarlıq müstəqil olub orta tuncda. Toxa yaranıb neolitdə. Ona görə də cavabımız D variantı. Uyğunluğu müəyyən edək. 1, 2, 3, 1 İrəvandır, 2 Gəncədir, 3 Şamaxı. Kirməşah sulhuna əsasən Səfəvilərin hakimiyyəti altında qalan heç biri. Səfəvilərin hakimiyyəti altında qalan Arazdan cənubdur. Bunlar hamısı demək yuxarıdır. Ona görə A-nı bütün variantlarından silirəm. A-nı siləndə A gedir, C gedir, B gedir, D gedir. Bir dənə variantımız qalır, Y variantı. Baxırıq ona. Çuxursəd Bəylərbəliyinin mərkəzi 1-dir. 1-ə yazıram B-ni, İrəvanı. 2-yə yazıram C-ni. Rusiya və Səfəvi dövləti arasında müqavilə imzalamışdı. Söhbət Gəncə müqaviləsindən gedir. 3-ə də yazıram D-ni. Nadir xan tərəfindən Ağsu. Bir də Osmanlıların himayəsinə yarım müstəqil olub. Cavabım Y variantı. Göytürkdən fərqli olaraq Ərəb, Bizans ərazilərinə uğurlu hücumlar təşkil edib. Bu fərq deyil, oxşarlıqdır. Xəzər xaqanlığı ilə mübarizə, bu da oxşarlıqdır. Çini asılı eləməsi. Birinci Göytürk Çini asılı eləyib. Ərəbi isə onu məğlub eləyib. Sasaniləri məğlubiyyətə uğratmışdı. Ərəbdə, Göytürkdə. Mərkəzi Asiya ilə keçirib ikisi də. Xəzər xaqanlıq söhbəti var da. Bunlar heç biri demək Göytürk xaqanlığı görməyib. Ərəb xilafəti həm Xəzərlər tayfa kimi görüb, həm də xaqanlıq kimi. Ona görə Göytürklə Ərəbin oxşarlığı ikisi də Xəzərlərlə dalaşıb. Fərqi Ərəb Xəzər xaqanlığı ilə dalaşıb Cavanşir kimi. Ona görə B bəndi. 20-in əvvəllərində Azərbaycan mədəniyyətinə aiddir. Əkinçi qəzeti 1875 19-dur. Tağıyevin teatr binası 1783 19-dur. İlk milli opera, bəli, Leyli və Məcnundur. Bunu götürərəm 1916 olmalıdır. Qori müəllimlər seminariyasının, yoxsa 1907-dirsə. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin fəaliyyətə başlaması, bu da 19-dur, 76-da özüdür, 79-dur. Şuşada ilk qəza məktəbinin açılması 1830-dur. O ilk milli opera uşaqlar, bilmirəm, 1906-da Molla Nəsrəddin jurnalıdır. Deyəsən 7-dədirsə, 16-dadırsa, unutmuşam onu. Amma 20-nin əvvəlləridir. Ona görə 48-də cavabımız çıxır C variantı. 49. Şirvanşahlar dövləti Qaraqoyunlu, Ağqoyunlu. Bayandurlu sülaləsinin hökmranlıq etməsi. Bayandurlu Ağqoyunlardadır. 3-ə yazıram A-nı. Səfəvilərin məğlubiyyətə uğradılması. Səfəviləri məğlubiyyətə uğradan bunlarda. Yəqin ki, hamısına yazaram da. Səfəvilər dövlətini demir ki, Ərdəbil hakimliyindən danışır. Bunu yazım hamısına 4-ə. Cəlairlərdən asılılığı qəbul eləməsi Şirvanşahlar dövləti. 1-ə yazım C-ni. Teymuri qoşunları üzərində qələbəndə hamına yazaq. Şirvanşahlar dövləti 1405, Qaraqoyunlu dövləti tutaq ki 1420-ci ildə Teymur, Qara Yusif Teymuri Şahruxun üstünə hücuma keçərək Qəznəvi ilə Sultaniyə şəhərlərini ələ keçirmişdi. Ağqoyunlu'dakı 1468-69'da. Herat müqaviləsi də Qaraqoyunlu'ya aiddir. Uyğun cavabım 1-ə yazdım. C-ni 2-yə, 3-ə, 4-ə, B-dir. D variantı. Fələstin və Suriyanı fəth eləmişdilər. Fələstin Roma fəth eləməz. Daha doğrusu fəth eləyər Suriyanı. Amma Qəznəvi yox. A-nı sildim. Səlcuqlar fəth eləyib, Hunlar yox, Uyğurlar yox. Misirlilər, bəli, 1-ci Tutmos, 3-cü Tutmos, Ramzes. Makedoniyalı İskəndər, bəli. Ərəblər də bəli, Bizansın əlindən alıb. D uyğundur, C uyğundur. Şeybanilər yox, ona görə D-ni silirəm. Eləcə də Xəzərlər yox. Osmanlılar, Çinlilər, Monqollar, Çinlilər də yox. Ona görə uyğun cavabım C variantı. Çıldır gölü 1578 baş vermiş döyüş nəticəsində Osmanlı Krım qüvvələri məğlub olub, yox, Osmanlı qalibdir. Səfəvilər Şərqi Gürcüstanı itiriblər. Bəli, Çıldırda Şərqi Gürcüstan itirilib. Osmanlı qoşunları Şirvana daxil oldu. Osmanlı qoşunu Şirvan, Çıldırda.
Həmzə Mirzə şəhid oldu. Xeyr, Həmzə Mirzə Qarabağda ölüb. 4 də səhvdir, 86-da ölüb. Cavabımız 2, 3, B variantı. Qədim Manna dövlətində Zikurdu daha sonra bir neçə vilayət Mannadan ayrıldı. Şuandalı və Durduqqada üsyan oldu. Hər iki cəhət göstərir ki, hər iki cəhət nəyi göstərir? Yəqin dövlətin zəifliyini göstərər də bizə. Yeni, Urartu milli qüvvələrin fəal olduğunu. Deyir ki, Azan Uaş döyüşündə Azı 716-da ölüb, Durduqqa Şuandalı 719-dur. İskit ağalığının hökm sürməsi İskitlər 7-ci əsrdir. Əhali ulusun siyasətindən narazı qalması, ulusun yoxdur 719-da. Aşur ilə ittifaqın tərəfdarlarının üsyan qaldırması Aşur tərəfi yox, Urartu tərəfi idi. Bəli, cavabımız Y variantı. Xronologiya düzrə Vestfaliya sülhü 1648, Xristiyan kilsəsinin bölünməsi 1054, Thomas Münster'in çıxışı 1524, Hindistana dəniz yolda 1498. Deməli, xronologiyam necə gedəcək? 2, 4, 3, 1. AXC-nin süqutunun səbəbləri: Osmanlı qoşunun Azərbaycan torpaqlarını tərk etməsi, Qarabağda ermənilərin qiyam törətməsi, biri budur. Ölkədə siyasi böhran daha da dərinləşdi, biri budur. 11-ci Qırmızı Ordu Azərbaycana girdi, biri də budur. Xəzərdə AXC-nin hərbi donanmasının yoxluğu, yox, hərbi donanma var idi. Thomson gedəndə vermişdi, 2, 3, 4. Terek döyüşünə baş vermiş döyüşdən sonra yaranmış vəziyyətə aid deyil. 1395. Moskva knyazlığı yüksələcək, bəli. Niyə? Çünki Toxtamış öləcək, Teymur da Moskvaya girməyəcək, deyəni Moskva inkişaf eləyəcək. Bir var. Joji nəslində olan xanların hökmranlığına son qoyuldu. Yox, Joji nəsli bitib 1359-da. Yəni o Terek nailiyyəti yoxdur. Moskva knyazlığı Əmir Teymurun hakimiyyətini qəbul etdi. Xeyr, Moskvaya Əmir Teymur girmədi. Azərbaycanın Qızıl Ordu dövləti parçalanmağa başladı. Bəli, 5 dənə xanlığa parçalanacaq. Cavab 1, 4. Sonra aid deyil deyir uşaqlar. Aid deyil deyirsə 2, 3 olacaq da 1, 4 aiddir, 2, 3 yox. 56. Səlcuq və Səfəvi dövlətləri arasında oxşar cəhədi Mərv qurultayı. Mərv döyüşü Səfəvidədir, Mərv qurultayı Səlcuqdadır. 1040-da, 1510-da, daha doğrusu 1043-də Mərv qurultaydı Səlcuqda, 1510-da da Mərv döyüşü Səfəvidə. Burada yəni qurultay ortaq deyil. Paytaxtın İsfahan olması bəli, biri Məlikşahın dövründədir, biri də Şah Abbasın, bunu götürərəm. Amudəryadan Fərat çayına qədər ərazilərin birləşdirilməsi, bunu da götürərəm. Söhbət Xorasandan gedir. Xorasan uğrunda mübarizəni götürərəm. Təndənikan döyüşündən sonra Səlcuqlar, Səfəvilər də elə 1510-1599. Azərbaycanın cənubunda yaranması Səlcuq Azərbaycanda yaranmayıb, Mərkəzi Asiyada yaranıb. 2, 3, 4. 57. Nabur sülhü. Nabur deyən kimi ağlıma sərhəd gəlir. Sərhəd söhbəti varsa, baxıram ki, sərhəd harda var? C-də. Birə yazıram C-ni. Rusiya Səfəvlərə əfqanlarla müharibədə kömək edəcəkdi Peterburqda. Müqavilənin Osmanlı hökuməti təsdiq etmədi. Bu Bağdadda yoxdur. Yəni Bağdad yoxdur sualımızın içində. Səfəvi elçisi şahın razılığı olmadan imzalanmışdı. Bu Peterburqda İsmail Qeyb imzalamışdı. Kür çayının sərhəd olması da Rəşdir. Deməli 1-ə yazırsınız C-ni, 2-yə A-D-ni, 3-ə də Y-ni. İngiltərənin bürünmüş taun kənddəki ziddiyyətləri daha da kəskinləşdirirdi. İnsanların qarı ölüm. Nə deyir? Mənbəyə əsasən hakimiyyət ağır iqtisadi vəziyyətdən çıxma məqsədi ilə hansı tədbirləri gördü? Azad əhali, vergi verən əhali idi, yəni ölürdü. Təhkimli halda olan əhalini azad eləyirdilər ki, qoy vergi verən əhali çoxalsın. Sonra mənbəcə və tarixi biliklərinizə əsasən bəhs olunan dövrdə insan ölümünün ağır iqtisadi nəticələri təbii ki, təsərrüfata, aqrar təsərrüfata ağır zərbə vurdu. Sonra mənbənin sonunda haqqında bəhs olunan kəndi çıxışlar içərisində ən məşhuru deyə Uattalyer 1381-ci ildə.